İnsanların böyük əksəriyyəti özünü digərlərindən daha ağıllı, daha bacarıqlı və daha düzgün hesab edir. Statistik baxımdan isə bu mümkün deyil. Bu, psixoloji yanılma elmdə özünə məxsusluq illüziyası adlanır. Psixoloji tədqiqatlar göstərir ki, insanların təxminən 70-80%-i özünü orta səviyyədən yuxarı qiymətləndirir. Sürücülər özlərini daha diqqətli, tələbələr daha zəkalı, işçilər isə daha səmərəli hesab edir. Halbuki orta səviyyə anlayışı məhz çoxluğun yerləşdiyi nöqtədir. Bu illüziyanın əsas səbəbi beynin özünü qoruma mexanizmidir. İnsan özünü dəyərsiz hiss etdikdə daxili gərginlik yaranır. Beyin bu gərginliyi azaltmaq üçün insanın özünü olduğundan daha üstün görməsinə şərait yaradır. Digər mühüm səbəb müqayisə formasındakı səhvdir. İnsan öz niyyətlərini və səylərini daxildən tanıyır. Başqalarını isə yalnız zahiri davranışlarına görə qiymətləndirir. Bu fərq mən daha yaxşıyam düşüncəsini gücləndirir. Sosial mühit və xüsusilə sosial media bu illüziyanı dərinləşdirir. İnsanlar əsasən uğurlarını paylaşır. Beyin isə bunu ümumi norma kimi qəbul edir və özünü digərlərindən fərqli sanmağa davam edir. Bu sindromun təhlükəli tərəfi ondadır ki, insan öz səhvlərini dərk etmir, tənqidə qapalı olur, inkişaf ehtiyacını görmür. Halbuki real inkişaf yalnız insan özünü obyektiv qiymətləndirə bildikdə başlayır. Elm göstərir ki, özünü xüsusi sanmaq insan psixikasının təbii bir xüsusiyyətidir. Lakin bunu anlamaq artıq şuurlu düşüncənin göstəricisidir.